Dostlar, salam. Növbəti məntiq testimizi həll edək. Qanun uyğunluğu müəyyən edin və sual əvəzinə uyğun olan variantı seçin. Baxırıq ki, bizə 5 sətr 5 sütundan ibarət cədvəl verilib və cədvəlimizin birinci sətrində 3, 4, 5, 6, birinci sütunda isə 9, 8, 7, 6 yazılıb. Və diqqətlə fikir veririk ki, burada birinci sətr birinci sütunda digər cədvəllərdə toplama, vurma işarəsi yazılırdı. Amma burada heç nə yazılmıb. Heç nə yazılmamağı da o deməkdir ki, bu birinci sətr və birinci sütun ədədlərin də yerləşən ədədlər arasında qanun uyğunluq, hansısa bir riyazi hesablama onların kəsişmə nöqtəsində yerləşəcək. Yəni, eyni qanun uyğunluqla davam edirik. 3 ilə 8 arasında hansısa riyazi hesablama aparılıb 55 alınıb, çünki 55 onların kəsişmə nöqtəsidir. 27 də 3 ilə 6-ın arasında, 65 4 ilə 9-un arasında və s. İlk öncə biz də 3 ilə 8 arasında qanun uyğunluğu müəyyən edəcəyik və çalışacaq ki, bu qanun uyğunluq hər birində özünü doğrultsun. A, B, C-nin də qiymətini həmin qanun uyğunluqla tapacaq. İlk öncə 3 ilə 8 arasında hansı riyazi hesablama aparılıb 55 alınar, onu tapmağa çalışaq. İlk düşündüyümüz 8-dən 3 çıxırıq, 5 edir və 5-i 11-ə vururuq, 55 edir. 6-dan 3 çıxanda 3 edir, amma 3-ü 11-ə vuranda 27 etmir. Sonra 8-dən 3-ü toplayırıq, 11 edir və 5-ə vuranda 55 edir. 6 ilə 3-ü toplayırıq, 9 edir və 5-ə vuranda 27 etmir. Gördüyümüz kimi bu qanun uyğunluqlar alınmadı. Sonra 8 ilə 3-ün hasilinə baxırıq. 8-i 3-ə vuranda 24 edir və 24-ü 2-ə vuranda 48 edir. 48-in də üzərinə 7 gələndə 55 edir. 6-nı 3-ə vuranda 18 edir, amma 18-i 2-ə vuranda ilə 27-dən böyük ədəd alırıq. Sonra baxırıq 3 ilə 8-in kvadratına. 3-ün kvadratı 9 edir. 8-in kvadratı 64 edir. 64-dən 9 çıxanda 55 edir. Gördüyümüz kimi biz qanun uyğunluq müəyyən etdik ki, bu birinci sətr və birinci sütunda yerləşən ədədləri kvadrata yüksəldəcək və onlardan birindən digərini çıxacaq, onların kəsişmə nöqtəsindəki ədədi almış olacaq. Görək bu qanun uyğunluq digərlərində özünü doğruldurmu? 6-ın kvadratı 36 edir. 36-dan 9 çıxanda 27 edir. Gördüyümüz kimi bu ikincidə də özünü doğrultdu. Sonra 4-ün kvadratı 16 edir. 9-un da kvadratı 81 edir. 81-dən 16 çıxanda 65 edir. Sonra 6 ilə 7-nin kəsişmə nöqtəsi 13. 6-ın kvadratı 36 edir. 7-nin kvadratı 49 edir. 49-dan 36 çıxanda 13 edir. Gördüyümüz kimi bu qanun uyğunluq hər birində özünü doğrultdu və hər birində özünü doğrultduğu üçün A, B, C-ni də bu qanun uyğunluqla müəyyən etməyə çalışaq. A-ya baxırıq. A 4 ilə 6-ın kəsişmə nöqtəsində yerləşir. Deməli, 6-ın kvadratı 36, 4-ün kvadratı 16-dır. 36-dan 16 çıxanda 20 edir. Deməli, A 20-yə bərabərdir. Sonra B-ni tapaq. B 5 ilə 8-in kəsişmə nöqtəsində yerləşir. 5-in kvadratı 25 edir. 64-dən, yəni 8-in kvadratından çıxırıq 5-in kvadratının 25-i edir 39. Deməli, B 39-a bərabərdir. Sonra C-ni tapaq. C 9 ilə 6-nın kəsişmə nöqtəsində yerləşir. Deməli, 9-un kvadratı 81, 6-nın kvadratı 36-dır. 81-dən 36-nı çıxanda 45 edir. Deməli, biz müəyyən etdik ki, A 20-yə, B 39-a, C isə 45-ə bərabərdir. Və baxırıq ki, A-nın 20, B-nin 39, C-nin 45 olduğu cavab Y variantıdır. Deməli, düzgün cavab Y variantı. Dostlar, testlə bağlı suallarınız olarsa, yorumlarda yazın, tezcə cavablandıracağım. Videomuzu bəyənməyi və YouTube kanalımıza abunə olmağı unutmayın. Sağ olun, yenidən görüşənədək.